Mən bədbəxt adama, özümü deyirəm ha, mənə deyirlər. Dostlarım bəzi deyir ki, çox üzr istəyirəm, bu söz dilimə gətirmişsin. O qədər özümü layiq bilmirəm, amma mövzu üçün deyirəm. Mənə bəzi dostlar deyir ki, xahiş edirəm, zəng elə mənə əmr elə nəysə. Deyirəm ki, bunu sən belə eləmirsən bunu. Mən də elə bilirəm ki, sənin üçün əziz deyirəm ki, ərk eləyib mənə əmrlə danışasan. O məndən keçəcəyi yoxdur, mənə yaltaqlıq da eləmir. Onun sevdiyi adamdan əmr gözləmədir ki, yəni sən mənə ərklə danışa, deyirəm bunu belə elə. Sən mənə elə belə tövsiyə kimi deyəndə mənim ürəyimə yatmır. Bilim ki, yaxın bilirsən mənim kimi adama ki, mənim kimi bir biçarə adama. Allaha da adam yaxın biləndə deyir, qurban olum, əmr elə ki, bilim ki, sənin yanında dəyərliyəm, əzizəm sənin üçün. Əmr elə ki, bilim ərk eləyirsən mənə. Bütün nə ki, bəndələrə əmr eləyəcəkdir, eyb yoxdur, hamısını mənə elə. Sənin danlağın gözəldir, əmrin gözəldir, mənə danış. Başqalarının xoşu gəlmir, eyb yoxdur. Sən mənə danış. Mövla əmr eləməsə mövla deyil. Buradan da eşq başlanır. Mövla əmr eləməsə mövla deyil. Buradan da bunu deyə bilərsən ki, ağa kərəmsiz, qul xətasız olmaz da, elə deyil. Mövla əmr eləməsə mövla deyil, bəndə də günah eləməsə bəndə deyil. Deyəcəm, mütləq günah eləməli. Yox, neynəsən də günah çıxacaq içindən, o mənada. Bu çirkin günahlardan söhbət getmir. Peyğəmbər olasan, İtaət prosesində nəsə ortaya çıxacaq da, özvə uyğun, öz məqamına uyğun. Mən ki, mələk deyiləm. Mən ki, mələk deyiləm, ilahi. Mən insanam, əmr varsa xəta da var, bağışla məni. Söhbət belə başlayır Allahla. Söhbətin bəhanəsi budur. Sadələşdirim də, sadələşdirib məsələn. Allah baxır, gördü ki, bəndə xəta elədi. Mənim mələklərim, bilirəm, tanıyıram, indi gələcək. Buna bu lazım idi. Bəhanə idi, söhbət açmaq. İndi gözləyirəm, bu saat görsə, haradadırsa gələcək. Mən bu qədər sadə danışıram. Xəta eləyən kimi Allah deyib, haradadırsa fırlanıb gələcək bu. Mən bilirəm, bunu tanıyıram. Bu söhbət açmağa bəhanə axtarırdı. Gələcək indi, başlayacaq, günahını ortaya qoyacaq. Bir saat danışacaq məndən, mənə də ləzzət eləyəcək bu. Xoş olacaq mənim üçün. Üzr istəməyə gələcək. Yəni, münasibət davam eləyəcək bugün. Üzr istəməyə bəhanəsi var. Mən də bağışlayacağam. O Allahdır, sən bəndəsən. Burada xəta qaçılmazdı. Onun əzəmətli qarşısında, Peyğəmbər də olsan. Tövbə gəlib xətaya görə üzrxaxlıqdır. Bəndə gəldiyə üzrxaxlıq eləmək demək, oturdu bəndəlik yerinə. Öz yeri oradır. Bəndənin yeri üzrxaxlıq məqamıdır. Allahın məqamı əmr və bağışlama məqamıdır. Bu münasibətin mahiyyəti də bundan içeri qaçanməzsən. Belə çıxmasına ki, ariflər, Allahı sevənlər günah aşiqidirlər. Belə çıxmasın. Amma demək olar ki, tövbə aşiqidirlər. Günah aşiqi deyirlər, amma tövbə aşiqidirlər. Bəs necə, yəni günahsız necə tövbə olur? Bəli, günahsız da tövbə olur. Nəsə var onların əməlində üzr istəməyə, nəsə tapırlar. Allah da istiğfarın aşiqidir. Allah istiğfarın aşiqidir. Allahın ən xoşladığı səs bəndənin üzrxahlıq səsidir. Ona görə yox ki, bəndə alçalır. Ona görə ki, bəndə istiğfarla ucalır, üzrxahlıqla ucalır. Bəs birdən biz bir yerə çatarıq, günah olmaz, nə danışaq Allahla? Yox, sən qalxmağında ol, günah tapılacaq ona oldu. Bir şəhidin vəsiyyətinə baxırdı, vəsiyyəti deyildi, şəhidin qeydləri idi. Məsələn, gün ərzində dəftər tutulmuş, yazılmış, filan işi gördüm, filan işi gördüm. Gör nə yazıb? Yazıb ki, futbol oynayanda özümdən razılıq gəldi, oyunumu bəyəndim. Buna günah deyir bu. Biz elə onun üçün oynayırıq, ki, oyunumuzu göstərək hamıya. Cəmaatda çağırıq, gəl, bax, gör, qardaşım neynəyəcək orada. Hə? Qardaşım belə elədi, qolu belə.
Bu indi xırda bir şey görsənə bilər. Bax, bu şəhidliyin yolu budur. Qeyd eləyir, deyir, mən oynayanda öz oyunumdan razı oldum. Bax, bu mənim üçün nöqsan. Gedir tövbə eləməyə. Tövbə eləməyə söhbət var, mövzu var. Üzrxahlıq eləməyə. Allah istiğfar eləməyin aşiqidir. Bir dənə cümlə deyim, müyyətdə saxlayın. Allah bəlkə də itayət eləməkdən çox üzr istəməkdən xoşu gəlir. İndi sözdə dedim. İtaət eləməliyik və eləyirik də. Allahın itayətdən xoşu gəlir. Amma Allahın itayətdən çox üzr istəməsindən xoşu gəlir. Ona görə də heç bir Allah dostu gedib elədiklərini demir. Mən filan şey elədim, ay ilahi bugün. İtayətlərin sayısında Həzrət Əli. Geçsin desin ki, ay Allah, mən namaz qıldım, bugün oruç tutdum, filan işi görürüm. Niyə görə onları sayım? Allah xoşu gəlmir o, itayətləri saymaqdan. Nə eləyə bilmədim, onun mövzu odur. Allah bəndə münasibətində mövzu odur. Nə eləyə bilmədim, nəyi bacarmadım, üzr istəmək. Mən bunu elədim, maraqsız olardı o, biabırçılıq olardı o. Gedəsiniz, mən ilahi, bilirsən də özüm namaz qıldım, filan namazı, mən böyle Allah bəndəyəm, mən sağ ol, mən getdim. Belə münacatdan xoşu gəlmir. Allahın itayətdən xoşu gəlir, amma itayətdən çox üzrxahlıqdan xoşu gəlir. Üzr istəmə halından xoşu gəlir. Hey deyir, səhv elədim, hey deyir, səhv elədim. Hə, de görün, bugün nə səhvlər eləmişsən, aşıqana münasibət başladı. Gəlmişsən, görün, nə səhvlər eləmişsən. Üzrxahlıq münasibəti. Bir kitab çıxıb, Mövla və Bəndə. O kitabı mən neçə il bundan qabaq oxumuşdum. Çox faydalı görürəm. Həm də onu çap eləyən dostlar da məndən xahiş edir ki, dəstək olaq, yəni çatdıraq. O kitabı əldə eləsiz, elə bu günlərdə oxuyun, mövzumuza uyğundur. Mövzumuza uyğun gələn kitabdır. Mövla və bəndə arasında münasibət, sözümü bitirirəm, sözümü yekunlaşdırıram. Çox az qalıb, inşallah bir 5-10 dəqiqə bitirərəm. Münasibət, əmr, itayət, təşviq, təhdid, günah, münasibət bundan ibarətdir. Günah belə bir mövzudur ki, Quran danışdı, bu barədə danışır. Dualar danışdı, bu barədə danışır. Bir də deyir, amma deyə bilərsiniz ki, sənin sözündən belə çıxır ki, Allahın xoşu gəlir, bəndə günah eləsin. Yox, Allahın günahdan xoşu gəlmir, acığı gəlir. Allahın istiğfardan xoşu gəlir, üzr istəməkdən xoşu gəlir, tövbədən xoşu gəlir. Deyə bilərsən ki, gərək günah eləsin də bu biçara getsin üzr istəməyə. Yox, günah etməsin, istiğfar eləsin, bu əla. Amma o ki, çox çətin məsələdir. Yaxşı, onda da nə uzadırsan? Bizə ki, aid olan hissəsi, biz günahkarıq da, deməli sözümüz var da. Hələ başqaları ilə nə üçün var ki, bəs onlar nə danışır? Səninki fakt var da günahın. Sən özündən danış. Sən özündən danış. Səninki günahın var, Allahın ən xoşuna gələn söhbət budur ki, gedəsən günahları və etiraf eləyəsən. Münacat başlasın. Eşq macərası buradan başlayır. Bəndə Allah arasında. Eşq macərasının başlanğıc nöqtəsi budur. Belə başlayır. Bəs günahsız istiğfar nədir? Yuxarıda dedim, bir daha deyirəm. Bəndə zatən qüsurludur. İtayət eləsə də Mövlasının əzəmətinə uyğun olmayacaq. Bu da olacaq onun günahı. Həzrət Əli ol, Peyğəmbər ondan üstün. İmam Hüseyin ol, kim olursan ol. Onun əzəməti müqabilində həmişə günahkarsan. Neynəsən günahkarsan. İstiğfara mövzu var. Tövbəyə mövzu var. Bir nəfər gəlir, bir neçə nəfər İmam Baqir'in yanına deyir ki, İmam Baqir Aleyhisselama deyirlər ki, biz sizin yanınızda olanda yaxşı halda oluruq. Söhbətlərə eşidəndə, xütbədə, danışanda, moizədə, məsələn. Amma buradan ayrılanda halımız xarab olur. O halı qoruya bilmirik. Danışır İmam Baqir. Uzundur söhbətdə, uzun deyəndə yəni toxunmaq istəmirəm. Belə bir söz buyurur. Buyurur ki, Ləvla ənəkum tuznibun və təstəğfirunəllah. Deyir, əgər siz günah eləyib və günah eləməsəydiniz və Allahdan bağışlanmaq istəməsəydiniz, siz insanlar günah eləməsəydiniz və Allahdan bağışlanmaq istəməsəydiniz, لَخَلَقَ اللّٰهِ خَلْقًا حَتَّى يُذْنِبُوا
thumma yəstəğfiru. Allah başqa məxluqlar yaradardı ki, onlar günah eləyib tövbə eləsinlər. Allahın bu prosesdən xoşu gəlir. Allahın bundan xoşu gəlir. Yəni, naumid olmayın günah eləyəndə. Naumid olmayın. Fəyəğfirəllah ləhum. Deyir ki, istəyir ki, gəlsinlər, üzr istəsinlər ki, bağışlasın. Yəni, işi bağışlamaqda üzr istəmək lazımdır ki, bağışlasın. Allahın bağışlayan sifəti nə zaman başlayır işləməyə, belə deyək. Allahın, o zaman ki, gəlirlər üzrxahlığa. Gəlməyən də o boyda rəhmət işləmir, qoymursunuz ki, gəlsin sənin halva şamil olsun. Bəndə Allah münasibətində rəhmət belə başlayır cuşa gəlməyə. Xoşu gəlir də bağışlamaqdan və xoşu gəlir bağışlamaq istəməkdən. Bundan xoşu gəlir. Əmr versin, eləyə bilməyim, gəlim üzr istəyim. Buyurur ki, innəl müminə müfəttənun təvvab. Mömin deyir, həmişə imtihan olunan və tövbə eləyəndir. Yəni, həmişə büdürəyir və tövbə eləyir. Əma səmiyyətə qavuləllah əzzə və cəl, innəlləhə yuhibbut təvvabin. Deyir, Allahın bu sözünü eşitməmsən ki, Allah tövbə eləyənləri sevir. Tövbə eləyənlər kimdir? Üzr istəyənlər, günahdan, xətadan istiğfar eləyənlər. Ayətullah Behçət deyirdi ki, dua istiğfar deməkdir. Qalan şey haşiyyədir. Dua yəni istiğfar. Söz başladısa bəndə ilə Allah arasında üzrxahlıqdır, başqa mövzu yoxdur. Qalan hacətlər, falan onlar qısxırda məsələ. Deyir ki, siz bu problemlər ki, deyirsə bu qədər, ay Allah, bu müşkülmə həll edir. Deyir, onu siz namazı vaxtında qılmaqla həll eləyə bilərsiniz. Söhbətə çox problemlər üzərində qurmayın. Gətirib qatmayın ortaya. Onu asan deyə həll eləmək. Əsas münacat mövzusu istiğfardır, günahdan bağışlanmaq istəməkdir. Allah sırf resept yazan deyil. Görmürsünüz ki, məsələn, resepti yazıb həkim, sən atmamısan dərman, sən geysən gündə 3 dəfə, həkim qurban mənə bağışlayı, xahiş edirəm. Deyər, qardaş, mən neyini yazmışam, özümə ziyandır, mənə nə problem var? Təzdən 2 saat kesə zəng etsin, həkim bağışla, qurban olun, xəcalətliyəmi sən yazan dərmanı qəbul. Deyər, əslində, axırda ki, əl çək məndən də, işim mənə resept yazmaqda özün bilərsən, Allah belə eləyə bilərdi. Belə eləsəydi, demə, bizi sevməzdi. Allah həmin o dərmanları əmr dilində yazıb. Əmr dilində yazıb, indi hünərin var eləmə. Hünərin var eləmə bilsən nədir? Sən mütləq nəsə bir xəton olacaq, yadından çıxacaq, gedəcəksən üzrxahlığa, o da başlayacaq sənə sığal çəkməyə. Bu sığal çəkməyə bəhanə edir bunların hamısı. Bu bağışlamağa bəhanə edir. Sən demə, əmr bunun üçün imiş ki, nöqsan ortaya çıxsın, gedəsən üzrxahlığa. Sən demə, əmr bunun üçün imiş. Çünki insana deməklə nə olmur? Filan şeylər sənin xeyrivədir, filan şeylər sənin ziyanıvadır. Gərək ortaya girəsən, əmr eləyəsən. Quranı bugündən bu hisslə oxuyaq. Gör necə ləzzət eləyəcək Quran sizə. Sizi üzr halına salsın Quran. Üzr halına düşəsən. Elə zövq alın Quran oxumaqdan. Tabi mən yazdıqlarımı oxumuram. Quran oxuyanda üzrxahlıq halı göz yaşı yaradır insanda. Bir göz yaşı yaradır. O göz yaşını biraz şövqdən qarışır, biraz qorxudan qarışır, biraz peşmanlıq, biraz şadlıq. Göz yaşının tərkibində bütün bu şeylər var. Bu azı göz yaşı deyil. İnsan şirin göz yaşı deyil, tövbə eləyənlərin göz yaşı. Qiyməti çox bahadır. Damcısı cəhənnəm odunun hamısını yandırır. Əridir, bütün xəstəlikləri əridir. Bir də söz deyim, 2 dəqiqə. Sonra da İmam Hüseynin adını çəkəcəm. Bugün dünyada qərb insanı əmirsizlikdən yorulub. Əmirsizlikdən. Əmr axtarır. Başqa dinin ardıcılları yorulublar. Mən bir xristiyan keşişi rusca danışırdı, mən qulaq asırım. Deyir, müsəlmanların üstünlükləri budur ki, hər gün Allahdan əmr alırlar namaz adlı. Bizdə yoxdur o əmr. Qalıblar avara. Çünki əmr sevgidir, əmr ləzzətli bir şeydir. Allahım məni sayır, mənə əmr edir. Deyir, bizim dinimizdə bu boşluğu var. Deyirlər, xristiyan ölkələrində ən çox İslama gələn vaxt Ramazan ayıdır. Çünki əmr çatışmır.
onların o əmr verən Allah deyildi, yerini alçaq adamlar tutub, onların əmri ilə oturub dururlar. Bu da yorur onları. Allah İmam Hüseynə əmr elədi. Əmr elədi ki, bu fədakarlıqları elə. Necə İbrahimə əmr eləmişdi? İf'al mə tu'mər. Həzrət İsmail deyirdi atasına. İlahi sənə, atacan sənə əmr olunanı həyata keçirdi. Həzrət İsmail atası İbrahim əleyhissalama deyirdi. Hüseynə ki, əmr gəlib həssas məqamdır. Bu qurbanları sən verməlisən. İmam Hüseyn hey qovrulur. Qovrulmağı nədir? Bəndəyə əmr gələndə birinci dərdi budur ki, mən bunun öhdəsindən gələ bilmərəm. Mən bu əzəmətdə əmrin cavabını nə verəcəm? Necə cavab verəcəm? Qətligah nə tamaşa olunmalı yerdir? Qətligahda İmam Hüseynin halını vəsf eləmək istəyirsən, başdan ayağa üzrxahlıq görürsən. Bir adam görürsən ki, can verir, başdan ayağa üzrdən ibarətdir. Başdan ayağa üzrdən ibarətdir. Dodaqlar quruyub, yaralardan qan axır, günün altında göz qaralıb, övladlar şəhid, qızlar əsir olacaq, xeymələr yanır. Bunun halına bax, bu deyir ki, görəsən mən əmri icra eləyə bildim. Görəsən əmri icra eləyə bildim. Əmrin əzəməti qabağında bir heç olub İmam Hüseyin. Aşıqanə şəkildə deyir, Allah, heç kəsim yoxdur. Bacardığım bu oldu, bağışla. Bundan artıqını eləyənmədi. Bacardığım bu oldu. Allah da İmam Hüseynin nəvaziş eləyir. Bu halın müştərisidir. Allah. Bu halın müştərisidir. Hüseynin itayətindən çox xəcaləti ləzzət verir adama. Allaha da. Bilirsiniz? Hüseyin ki, bu qədər fədakarlıq elədi ya. Hə? Onlar hamısı gözəl idi. Hə? Ən gözəl nə idi? Bütün bunlardan sonra xəcaləti vardı. İtayətindən gözəl o idi. İmam Hüseynin itayətindən çox xəcaləti ləzzət edirdi Allaha. Xoş gəlir. Allah bəndəsinin bu halına müştəridir. Allaha xoş gəlir bu hal. İmam Hüseyin deyir ki, ilahi bunu bacardım, mən bundan artıq eləyənmədim, üzr istəyirəm səndən. Ya qiyasəl müstəqisin. Axır sözləri budur. Ay pənah olmayanların pənah. Yəni mənim əməlim mənim pənahım deyil. Mənim bu qurbanlarım mənim sığınacağım deyil. Mən pənahsız qalmışam, heç nə eləyənmədim mən. Yenə də sən əmr elədin, yenə də mən bəndə nöqsanlı oldum. Məni qəbul elə, kərəminlə qəbul elə. Kərəmin olmasa mən bu əmrin öhdəsindən gəlmədim, İmam Hüseynin sözü budur. Allah da nəvaziş eləyir. Həmin məqamda da ki, görür ki, Allah nəvaziş eləyir, fürsət tapır İmam Hüseyin. Tez günahkarların söhbətini salır ortaya. Bunu bir alimə istinadən deyirəm, oruc ağzına. Deyir, onda sevindi ki, ilahi icazə var, artıq şəfaət eləyim. Şəfaət eləməyə, başqalarının bağışlanmasını istəmək üçün. İcazam var. Allahın xoşu gəlir bu haldan. İtayətdən sonra istiğfar, üzr istəmək. İmam Hüseyin əleyhissalam Allahın hüccətidir də, Aşura gecəsi bir dəqiqə sahabələri əmirsiz qoydu. Dedi, ixtiyar sahibiz. Gördünüz neynədilər? Onlar bilir əmirsizlik nə deməkdir. Ona görə tez qorxuya düşdülər. Necə yəni, nəzərü çəkmirsən ki, bizə əmr eləmirsən? Əmr eləmirsən, deməli, bizi az sevirsən. Odur ki, başladılar yalvarmağa. Əmrimi bizdən əsirgəmə. Mən bir saatlıq söhbətin bir tərəfə 2 dəqiqədən yapışın, mən sizə deyirəm. Nə versələr, burada verəcəklər. Olan mənim sözlərimdir. Düzdür, istinadım Allaha. Amma bu başqa bir şeydir. Bu, o söhbətlərin həqiqətinin qəlbə hopmağıdır. Elə ki, dedi ki, azadsız başladılar başlarına döyməyə. Azadsız, yəni əmr kəsildi. Əmr kəsildi, deməli, sevgi yoxdur ortada. Yoxsa gözündən düşdü. Deyirsən, gedin, yəni əmri götürdün üzərimizdən.
Başladılar yalvarmağa. Minnətin çəkdilər, imam yenə əmr elədi. İcazə verdi yəni. İcazə verdi. Hamısı sevindi ki, biz sabah şəhid olacaq. Bir dənə uşaq var, onların içində 13 yaşında uşaqdır, o narahat qalıb. Hamı şad eləyir, şaddır, toy bayram eləyir. Bu uşaq hey o yan bu yana gedir, narahatdır. Görürlər, cəmaat danışır, gülür ki, sabah şəhid olacaq. Bu uşaq otağın bir küncündə, xeymənin, çadırın bir küncündə dizin qucaqlayıb, başını qoyub dizlərinin üstünə. Gəldi yavaş-yavaş İmam Hüseynin yanına, o yanına keçir, bu yanına keçir İmam Hüseynin. Nəsə sözü olan adam olar, ədəb imkan verməz söz deməyə. Böyüdü, İmam Hüseyin böyüdü də, gəlib deyə bilmir, oturub ədəb imkan vermir. Ürəyə gəlmir desin. O yan bu yanına keçir İmam Hüseynin. Deyirsiniz ki, dediniz, hamı şəhid olacaq, mənə də aiddir. İmam deyir ki, ölmə münasibətin necədir? Deyir, əhla minəl əsəl, ölüm mənim üçün baldan da şirindir. Deyir, sabah sən şəhid olacaqsan, tez deyir ki, kişilərin hamısı, hətta Əli Əsqəri də xeymədə şəhadətə çatdıracaqlar. Ürəyə gəlmir desin də, o qədər çox istəyir İmam Həsənin yadigarını ki, deyə bilmir. Deyir, yəni hamı şəhid olacaq, mənim övladım, mənim əzizim. Qasım nə deyir? Deyir, əmi deməli xeymələrə də hücum olacaq, qeyrətinə toxunur. Bibim Zeynəbə hücum eləyəcəklər. Bizim bacılarımıza Əli Əkbər bacısına hücum eləyəcəklər. Çadırlara hücum eləyəcəklər nədir? Qasım bilmirsən nələr olacaq. Kaş bir dəfə hücum eləyərdilər xeymələrə, əl çəkib gedərdilər. Kaş bunları bir dəfə qarət eləyərdilər, əl çəkib gedərdilər. Siz görsəydiniz, sən görsəydin, diri olsaydın, yəni sən diri idin, amma dünyada olsaydın, görsəydin ki, necə bibivin qollarını bağlayıb aparırlar. Sən sual versən, çadırlara hücum eləyəcəklər, bu qədər narahatsan. Sən görsəydin bibivin, görsəydin ki, Hüseynin qızlarının qolunu bağlayıb aparırlar əsirliyə. Necə tab gətirərdin? Allahümmə inna nəsəlükə və nəd'uk bismikəl azimil əzəm, əl-əzzil əcəllil əkrəm və bil-Hüseyni ya Allah. Ya Allah, 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 ya Allah. İlahi, əllərimizi naümid qaytarma. Amin deyən dilləri lal öldürmə. Bağışlamamış bizi bu dünyadan aparma. Şəri olan hacətlərimizi rəva elə. İlahi, bu danışılan sözləri həm danışanın, həm eşidənlərin qəlbində təsir elə. O möminlər ki, yaxından, uzaqdan zəhmət çəkib gəlib bu məclisləri abad eləyirlər, dünya və axirətlərini abad elə. Hər kimin nə hacəti var, nə dərdi var, hamımızın dərdlərimizə dərman elə. Bu ayın ehtiramına xatir bu orucluq bizə axırıncı orucluq qərar vermə. Bu ayın hər gününün, hər saatının, qədr gecəsinin feyzindən bizi binəsib eləmə. Naqis, naqabil əməllərimizi, oruclarımızı, dua ibadətlərimizi bizdən qəbul elə. Şəhidlərimizi Kərbəla şəhidləri ilə məşhur elə. Qazilərimizə şifaya acil mərhəmət elə. Bu xalqa, bu millətə öz rəhməti, bərəkəti nazil elə. Bütün dünyanın insanlarını öz istədiyin yola hidayət elə. Gözümüz İmam Zamanın yollarındadır. Sən and verirəm bu ayın hörmətinə, o ağanın zuhurunu tez elə. Onun zuhuru ilə qəlblərimizi şad elə. Onun zuhuru ilə küfrün, zülmün bayrağın zəlil elə. İmam Zaman ağanın mübarək olan qəlbin bizdən razı elə. Haqqı Nəbiyyina və alih və bil-Fatihə məs-salavat.